Qəbul sualına izahına davam edirik. Başlanğıc koordinatları eyni olan iki cismin sürətin proyeksiyon zamandan asılı qraf verilir. Bizə deyir ki, hansı zaman anda cismlər arası məsafə ən böyük olar? Qrafikə baxdıqda görünür ki, ikinci cismin sürəti birinci cismin sürətindən böyükdür. Qeyd eləyək. Yəni V2-nin sürəti böyükdür V1-dən. Bu hansı ana qədər doğrudur? T4 anına qədər. Yəni ikinci cismin sürəti birinci cismin sürətindən böyükdür. Yəni ikinci cismin sürəti çoxdursa o nə deməkdir? Bu nə deməkdir? İkinci cisim getdikcə birinci cisimdən uzaqlaşacaq da məsafə başlayacaq artmağa. Yəni bu ana qədər burada məsafə böyüyəcək. Məsafə ən böyük olacaq. T4 anından sonra isə başlayacaq məsafə azalmağa. Çünki baxın, qrafik sizə göstərir ki, yəni biz hansının sürətinin çox olduğunu bilmək üçün aradakı məsafə, sahəni bilməliyik də. Yəni biz məsələn 2-nin qrafikin altında qalan sahə ilə 1-in altında qalan sahəni müqayisə etsək, baxın 2-cinin altında qalan sahə, məsələn 1-in altında qalan sahə bu sahədirsə, 2-nin altında qalan sahə nə edəcək? 2-nin altında qalan həm mavi ilə olan, həm də aşağıda olacaq. Görürükmü? Yəni hamısında 2 yuxarıda olduğu üçün ona görə deyirik ki, V2-nin sürəti V1-dən böyükdür. Amma baxın T4 anından sonra nə edir? 1-in sürəti böyük olacaq. Çünki bax yenə 1-in sürətinin altında qalan fiqur nə edir? Düzbucaqlıya bərabərdir, elə deyilmi? Amma 2-nin sürəti nə edəcək? 2-nin arasında qalan bax fiqura baxın, sadəcə bir dənə üçbucaq verəcək. Aydındırmı? Ona görə deyirik ki, T4 anından sonra, yəni T4 anından sonra nə edəcək? Əksi olacaq. İndi birincinin sürəti ikincidən böyük olacaq. Ona görə başlayacaq aradakı məsafə azalmağa. Yəni bunu həyatla da düşünə bilərik də. Yəni mən məsələn sürətim bu görürsünüz sabit sürətlə gedir. Yəni mənim tutaq ki, sürətim 10-dur. 10 ikisi də çünki eyni anda, eyni başlanğıc koordinatda eyni ikisi də eyni nöqtədən başlayıb. Sadəcə sürətləri fərqlidir də. Bu qrafik onu göstərir. Sürətlər fərqli. Məsələn tutaq ki, bunu görürsünüz sürəti 10-dan yuxarıdadır. Deməli məsələn tutaq ki, 20 ilə başlasın bu. İkisi də əvvəlcə biri 10-dan, biri 20 ilə sabit sürətlə hərəkət eləyib. Və başlayıb bu sürətini artırmağa. Daha sonra nə edib? Artırıb tutaq ki, gəlib 30-a çatıb. Amma bu nə edib? 10 sürətindən gəlib. Bu 30-a artıq qaldırdıqda nə edəcək? Aradakı məsələ bir var maşın 10-la gedir, bir də var 30-la gedir. Nə edəcək? Bu 30-la gedən daha da irəli getməyə başlayır. Düzdür, 10-la gələn də gəlir, hərəkət eləyir. Amma 30-la gedən daha sürətlə gedir axı. Ona görə başlayacaq aradakı məsafə nə etməyə artmağa. Ona görə məsafə böyüyəcək də. Və yaxud belə düşünməyib də aradakı sahələri də taparaqdan hesablaya bilər. Görürük ki, məsələn 2-nin sahəsi 1-dən böyükdür. Ona görə deyirik ki, ikincinin sürəti birincidən daha böyük olacaq. Yəni bizim cavabımız məsafə ən böyük olar T4. T4 anından sonra isə başlayacaq məsafə kiçilməyə.